İnsan adətən gözün ilk açdığı yeri daha çox sevir və belə deyim, mən onlayn bizneslərin ilk gözümü, ümumiyyətlə marketinq sisteminin ilk gözümü bu şirkətdə açdığım üçün heç vaxt yəni şirkətimi qoyub getmək, başqa bir şirkətdə çalışmaq, başqa bir şirkətin nümayəndəsi ilə əməkdaşlıq etməyi belə düşünməmişəm. Və sonralar təbii ki, başladım artıq özümü bu işin içinə adamağa və bildim ki, burada sistem nə cürə gedir. Başladım sistemi öyrənməyə və istədim ki, mən də digər çalışıb qazanan xanımlar kimi, mən də qazanım, evimdən çalışıb qazanım. Burada təbii ki, şirkətin 3 dənə qazanc sistemi var. Bunlar haqqında da sonra danışacağam sizə. Və başladım biraz həyat hekayəmdən danışım və başladım biraz çalışmağa. Çalışmağa, sonra o birazlar çox oldu və mən müəyyən rütbəyə gəldim, çıxdım. Həmin rütbəyə gəlib çıxandan sonra biraz problemlər yaşayırdım. Belə deyim, yəni ailəvi problemlərim də olurdu. Üzr istəyirəm, övladlarım körpə idi, onların problemi. Amma buna baxmayaraq, hətta elə günlərim olub ki, çalışmağa vaxtım olmasa da belə, üzr istəyirəm, uşağı ayağımda yatızdıra mən işimlə məşğul olmuşam. Yəni bir əlində telefon, bir əlində kataloqum, bir əlində dəftərim, ayağımda da uşaq. Yəni təbii ki, buna məcbur deyildim. Yəni uşaq zaten kravatda da yatır. Amma onun daha uzun yatması mənim işimə gəlirdi bir növ. Nə üçün? Çünki daha yaxşı çalışa bilirdim, daha rahat çalışa bilirdim. Bunu nə üçün deyirəm? Bugünkü gündə bir çox xanımlarımız əslində bir çox şeyləri bəhanə gətirirlər ki, ay mənim 2 uşağım var, ay mənim uşaqlarım körpədir, mənim vaxtım yoxdur, mənim çatdırmıram. İnanın mənə xanımlar, biz də hər birimiz bugünkü gündə uğurlu olan xanımların hər biri o yolları keçib gəlmiş insanlarıq. Bəlkə də sizdən daha çətin yaşamışıq, həqiqətən də. Yəni şəxsən mən daha çətin yaşamış biri olaraq bunu sizə deyirəm. Amma yenə də xəyallarımdan, arzularımdan, istəklərimdən heç vaxt əl çəkməmişəm və bilirdim ki, mən nə vaxtsa burada qazanacağam. Və başladım artıq komandamı böyütməyə, çalışmağa və bir müddət keçəndən sonra artıq belə deyim, bir növ olduğum yerdən məmnun deyildim. Şirkət problemi deyildi təbii ki. Çünki belə deyim, daha yaxşı öyrənmək istirdim, daha peşəkar öyrənmək istirdim, daha yaxşısı olmaq istirdim, amma bunu mənə vəd edən ikinci bir insan qarşımda yox idi. Və mən bir gün belə deyim, komanda çöküşü yaşadım. Hətta 3 dəfə yaşamışam bu komanda çöküşü. Bugünkü gündə onlayn biznesdə çalışan xanımlar bir dəfə çöküş yaşayan kimi artıq motivasiyadan düşürlər. Hətta yox, məndə alınmayacaq, mən çıxıb gedirəm, bura mənlik deyil kimisə, yəni sözlər işlədilər özlərinə və yaxud da kimisə hər hansı bir neqativ sözündən avtomatik olaraq həvəsdən düşürlər bir növ deyəm. Amma mən belə olmamışam. Təbii ki, mənim də ətrafımda var idi mənə neqativ sözlər deyənlər. Bəsdir daha burada çalışdın, bəsdir bu qədər zamanda çalışırsan, qazanmamısan, istədiyin yerə gəlib çıxmamısan, bəlkə bu onlayn biznesdən əl çəkəsən, başqa bir sənətə yiyələnəsən. Deyirdim ki, yox, gec olacaq, amma mən burada qazanacağam. Burada əsas məqam nədir? Əsas məqam sənsən. Yəni sən özünə güvənirsənsə, təbii ki, ətraf mühitin, ətrafdakı insanların sənə nə dediyinin bir önəmi yoxdur. Sən sadəcə çalışırsan ki, qarşı tərəflərə, qarşıdakı insanlara özünü sübut eləyəsən. Birinci növbədə özünə sübut eləyəsən, sonra onlara sübut eləyəsən ki, hə, mən artıq qazanmışam burada. Və mən bugünkü gündə həmin gündəyəm və ürək rahatçılığıyla deyə bilərəm ki, mən burada artıq qazanmışam. Düzdür? Mənim üçün gec oldu, çünki mən çox mübarizələr apardım, çox çətin yollardan keçdim qazanmaq üçün, amma bu hər kəsdə bu cür olacaq deyə bir şey yoxdur. Bir şeydə nəzərinizə çatdırım ki, insan sevdiyi işi gördüyü zaman özünü daha yaxşı, xoşbəxt hiss edir. Təbii ki, mən burada sevdiyim işi görürdüm, amma olduğum yer məni məmnun etmirdi. Yəni olduğum yeri sevmirdim. Artıq bildim sevməməyə başladım. Təbii ki, yəni ilk başlarda sevirdim. Deyirsiniz ki, bəs əvvəl nə yaxşı sevirdin, sonra sevmədin. Olduğum yeri əvvəl daha çox sevirdim. Sonra artıq irəli getmədiyimi gördükcə, daha başqa şeylər gördükcə artıq başladım olduğum yerdən soymağa. Amma həqiqətən də həmin vaxtı başqa bir şirkətlərin ovuna da çıxmışdım, hətta axtarırdım ki, yəni bu şirkət kimi olsun. Şirkətimizi çox sevirdim. Söhbəti, yəni əslində söhbət o deyildi. Amma yenə deyirəm, yəni olduğum yerdən məmnun deyildim deyənə, düşünürdüm ki, amma özümdə də potensial var da. Bu şirkət olmasın, başqa bir şirkət olsun. Mən gedib orada çalışa bilərəm yenə də. Yəni mən orada da uğur qazana bilərəm başqa bir şirkətdə də. Yenə başladım yeni gələn bazara, yeni gələn şirkətləri də araşdırmağa, hətta köhnələri təkrarən belə araşdırdım. Gördüm, yox, Günay, sənə bugünkü gündə ən yaxşı sərf edən şirkət öz şirkətindir. Sonra düşündüm ki, məhsul cəhətdən sərf eləyir, marketinq sistemi cəhətdən sərf eləyir, çatdırılma cəhətdən, məhsul alışı zamanı endirim qazanırsan, məhsul alışı zamanı üzərində hədiyyə qazanırsan. Oturdum düşündüm ki, əgər bu sənin özünə sərf eləyirsə, yəni sənə daha rahatdırsa, sənə daha uyğundursa, demək səndən sonra gələn xanımlara da bu şirkət çox yaxşı sərf eləyəcək. Yəni birinci növbədə əgər sən bu şirkət sənin büdcəvə uyğundursa, məhsulları sənin büdcəvə uyğundursa, ala bilirsənsə, yəni gücün çatırsa, pulun çatırsa, alıb istifadə edə bilirsənsə, demək səndən sonra gələnlər də bu məhsulları rahatlıqla alıb istifadə edib endirim qazanıb və üzərində hədiyyə də qazanacaqlar. Və yəni ətrafa da sərf eləyəcək. Ona görə başqa şirkət arayışından əl çəkdim və dedim ki, Günay, olduğun yerdə qal. Sən düzgün seçmənəmsən və düzgün şirkəti seçmisən. Nə yaxşı ki, yəni həqiqətən də bu şirkəti seçmişəm, heç vaxt peşman da deyiləm və şirkətimi çox sevirəm. Çox sevirəm, hörmət edirəm və ətrafımdakılara da hər zaman nə deyiblərsə desinlər, şirkətimə qarşı heç vaxt icazə verməmişəm ki, hörmətsiz deyiləsinlər. Çünki mən olduğum yerdən çox məmnunam. Qazansam da belə, çünki əvvəl qazanmamışam. Niyə görə deyirəm qazansam da belə, qazanmasam da belə. Əvvəl qazanmamışam, amma onu da sevirdim. İndi qazanıram, indi daha çox sevirəm. Sonra nə oldu? Sonra artıq mən oradan ayrıldım, əvvəl çalışdığım komandadan ayrıldım və bir müddət ara vermək məcburiyyətində qaldım. Sonra biraz düşündüm ki, gedim biraz SMM-lik oxuyum. Bu mənim üçün daha yaxşıdır. Baxırdım, görüm ki, insan dövr inkişaf etdikcə insanlar da inkişaf edirlər. Yəni daha yaxşısını istəyirsən dövrdən. Artıq hər şey sosiallaşıb. Mən məsələn 2021-ci ildə onlayn biznesə gələndə sosial şəbəkələr bu qədər inkişaf etməmişdi. İndi artıq bilirsiniz ki, ödənişli şəkildə reklamlar var. Instagramda artıq hər kəs açıq səhifə işlədir. Yəni rahat-rahat xanımlara gedib çata bilirsən, mesajı ilətə bilirsən türklər demiş.
Yəni artıq bir növ hər şey formallaşıb, hər şey sosiallaşıb və onların dövrün inkişaf etdiyi kimi mən də istəyirdim ki, inkişaf etmək. Və bugünkü gündə, daha doğrusu dünənki gündə o qərarı verməyim mənim bu həyatım boyunca demək olar ki, ən düzgün qərarlardan biridir ki, nə yaxşı mən kurslara daxil oldum, onlayn kurslarda oxumuşam, əyani kurslarda oxumuşam və bu mənim işimin bir parçası oldu. Baxmayaraq ki, işimlə o qədər əlaqəsi yoxdur, amma mən bilirdim ki, gələcəkdə nə vaxtsa bu mənim, yəni getdiyim sahələr mənim işimə çox yarayacaq. Hətta hər zaman axtarışda olmuşam, YouTube-da videolar izləmişəm, motivasiya videoları və yaxud da heç motivasiya deməyim, heç işimə aid olmayan belə videolar izləmişəm, təlimlərə qoşulmuşam, ödənişsiz, ödənişli, fərqi yoxdur. Qoşulmuşam və öyrənmişəm. Düşünmüşəm ki, hər kəsdən öyrəndiyim bir cümlə mənim gələcəyim üçün çox vacib bir məqamdır. Həqiqətən də belə də olub. Və hər zaman da axtarışda olmuşam. Yəni hər zaman axtarışda olmaq doğrudan da yəni bu sizə gələcəkdə çox böyük bir uğur vəd edəcək. Həqiqətən də. Baxmayın ki, məsələn bu təlimə qoşulub mənim yarım saat vaxtım gedəcək, amma ona sərf elədiyiniz yarım saat vaxtı gələcəkdə hər hansısa bir belə deyim, uğurunuza bir addım olacaq. Hətta elə təlimlər qoşulurdum ki, heç onun ixtisasımla və yaxud da nə bilim peşəmlə, indi çalışdığım peşənin heç bir aidiyyəti yox idi. Amma nə olsun, o da təlimçidir və mən ondan öyrənməyə gəlmişəm. Hər hansısa bir fərqi yoxdur ki, yəni onun mənim peşəmə aidiyyəti var və yaxud da yoxdur. Ondan öyrəndiyim hər bir cümlə mənim üçün böyük bir motivasiya və böyük bir bilgi idi, belə deyim. Və sonra yenidən başladım axtarışda olmağa və yeni eyni şirkət, amma fərqli bir komanda rəhbəri axtarırdım özüm üçün ki, mənim istəklərimi qarşılayan bir liderim olsun, mənim kimi. Və başladım axtarışlar etməyə. Çox güclü bir lider axtarırdım. Nə cür güclü bir lider? Hər zaman axtarışda olan bir insan, yeniliyə açıq olan bir lider və hər zaman yeniliklərlə hər kəsi təcrübələndirən bir lider istəyirdim. Və başladım Instagramı araşdırmağa və Instagramda hansı ki bu onlayn biznesdə çalışan, bizim şirkətimizdə çalışan, onlayn biznesdə əməkdaşlıq edən hər hansısa bir lider axtarırdım ki, yəni mənim istəklərimi bu lider qarşılasın. Bu rəhbər qarşılasın. Sabah bir gün mən bu rəhbərdən bu şeyi istəyəndə o mənə onun qarşılığını verə bilsin və hər zaman yeniliyə açıq olan bir insan olsun. Çünki mən özüm elə idim axı, yəni hər təzə yeni bir belə deyim də onlayn biznesə yeni bir növ gələndə artıq mən o növün dalıyca getmək istəyirdim. Amma o növün dalıyca getməyə məni yönləndirən yox idi. Sonra təbii ki, indiki rəhbərim çıxdı mənim qarşıma. Nə yaxşı da ki, çıxıb. Hər zaman belə deyim də, yəni dua edirdim Allaha ki, elə bir insan çıxar ki, mənim qabağıma. Mən istəklərimi ondan ala bilim. Mənim gözləntilərimi qarşılasın. Gec oldu, olsun. Mənim çox itirdiklərim oldu. Belə deyim, çox illərim getdi, çox əziyyətlərim getdi, çox əziyyətlərim yerə vuruldu, amma buna baxmayaraq mən məqsədimdən dönmürdüm. Və yay ayları idi hətta, həmən o xanımı indi rəhbərim olur. Onu Allah mənim qarşıma çıxartdı və mən onu gördüm. İlk dəfə Instagramda gördüm və mənim diqqətimi cəlb etdi. Zaten yəni bu türklər demiş bu camiada hamını tanıyırdım. Onlayn biznesdə, digər şirkət nümayəndələri də, öz şirkətimizin nümayəndələrində, top liderləri, daha böyük rütbədə çalışan xanımlar hər birini tanıyırdım zaten. Çünki araşdırırdım, çox araşdırdım. Bu xanımı ilk dəfə də görürdüm mən, heç vaxt görməmişdim. Rəhbərimi görəndən sonra, Ülkər xanımı bilirsiniz. Ülkər xanımı ilk dəfə görəndən sonra dedim, aha, bu mənim axtardığım xanımdır. Bu mənim həqiqətən də gözləntilərimi cavablayan bir xanım olacaq və bugünkü gündə də anlayıram ki, Günay, sən həqiqətən də çox düzgün bir qərar vermisən və düzgün insanı seçmisən. Və artıq gəldim Ülkər xanımla çalışdım. 5-6 ay bundan qabaq, oktyabr ayıydı. Oktyabr 3-ü səhv eləmirəmsə qeydiyyat olmuşam 2025-ci ildə. İndi hal-hazırda aprel ayıdır, 2026-cı ildir. 2025-in oktyabrın 3-ü qeydiyyat olmuşam. 2025-in dekabr ayında ilin sonunda mən özümə söz verdim ki, mən o vaxta kimi yeni ilə yeni rütbə ilə girəcəm. Çoxdan da arzuladığım, əziyyət çəkdiyim, hər zaman olmaq istədiyim rütbədə olacağam və elə də oldu. Dekabr ayında, yəni 3 ay sonra artıq mən bu komandada direktorluq rütbəmi açdım. İndi hardasa 8 kataloq keçib. Bu kataloq artıq 8-ci kataloqdur ki, bu kataloq mənim üçün sondur. Mən direktorluq rütbəmi artıq təsdiqləyirəm. Təbii ki, növbəti rütbələrə artıq keçməyin də zamanıdır. Yəni dayanmırıq. Bundan daha doğrusu daha da irəli getməyə çalışırıq və artıq təsdiqləyirəm və onu da qeyd edeyim ki, şirkətimizin gözəl bir üstünlüyü ondan ibarətdir ki, bilirsiniz ki, bizim şirkətdə və yaxud da bilmirsinizsə deyim burada, bizim şirkətimizdə sürətli kvalifikasiya var. Sürətli kvalifikasiya nədir? Əgər sən daha tez müddətdə 8 kataloq ərzində direktorluğu açırsansa, şirkət sənə qazandığın premiyanı, yəni belə deyim də rütbəvi açmısan, əslində bütün rütbələrdə, belə deyim direktorluqlarda və yaxud da digər rütbələrdə premiya verir sizə. Və siz direktorluq rütbənizi açmısınız, şirkət sizə təsdiqləyəndən sonra eyb yoxdur, olsun. Təsdiqləyəndən sonra şirkət sizə 1500 manat premiya verir. Və şərti də odur ki, əgər sən bu rütbəni daha tez açırsansa, yəni məsələn mən 3 kataloq ərzində, daha doğrusu 3 ay ərzində, 4 kataloq ərzində açmışamsa bu rütbəni, artıq mən şirkətin sürətli kvalifikasiya bonusunu qazanmış olaram. Yəni şirkət orada qazandığın, o rütbədə qazandığın bonusun bir qatını yox, 2 qatını sənə təqdim edir. Yəni adətən bayaq dediyim kimi direktor olduğunuz zaman şirkət sizə 1500 manat premiya verirsə, maaşdan əlavə premiyadan söhbət gedir. Amma sən bunu daha tez qazanmısansa, sən onun 2 qatını əldə edirsən. Və bununla da mən artıq bu kataloq sonuncu kataloqdur ki, direktorluğumu təsdiqləyirəm, şükürlər olsun bugünkü günə. Direktorluğumu təsdiqləyirəm və artıq bu kataloq şirkət tərəfindən mənə maaşdan əlavə 1500 manat yox, onun 2 qatı 3000 manat premiya hədiyyə olunacaq. İnşallah növbəti videolarda da bunun barəsində də sizinlə məlumat paylaşacağam. Belə qızlar, xoş oldu sizinlə tanış olmaq. Ümid edirəm ki, azdan çoxdan özüm haqqında məlumat ötürə bildim sizə. Məni tanıdınız və rəhbərinizi tanıdınız. Sizinlə də tanış olmaq həqiqətən də mənə çox xoş idi. Hələlik.